Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi qurulan münasibətlərdə təməl olaraq hər şey möhtəşəm səviyyədə başlasa da anidən ən pisdən də pis səviyyəyə enir. Bu da nə ilə bağlıdır? Adətən bəzi ailələrdə dırnaqarası kişi xeylallar deyilir onlara. Ailəsinin güclədiyim ki, rızqını yaxud Azərbaycan pulunu, yeməyini yaxud ərzaq pulunu aparıb o dərəcədə sən şərəfsiz, biqeyrət olasan ki, aparıb ailəvin uşağın pulunu içkiyə verənlər, qumara verənlər, yaxud daha çox mundar pis vərdişlərə, yaxud əxlaqsızlıq, pozğunluq səviyyəsində, dərəcəsində siz yəni təxminən tutdunuz fikrin mahiyyətini xərcləyənlər çox olur. Bu da nədən qaynaqlanır? İlk başda pərdələnmə siması yaranır. İstər oğlan, istər qız tərəfindən düşüncə tərzində heç bir qüsur olmadığı və sonradan zamanla qüsurların ortaya çıxma faziləsi yaranır. Bəzən bunlar ya boşanmalara, hətta qarşı tərəfi bıçaqlayıb öldürməyə belə çox aqressiv şəkildə gətirib çıxar. Niyə ilk başda belə deyildin və yaxud niyə dəyişildin kimisindən? Sən ilk başda fikrini deyə bilmirsənsə, sən cəsarətsizsənsə, buna qarşı tərəf neyləsin ki? Ümumən cinsəl mövzular müəyyən pərdə altında olmaq şərti ilə bütün mövzular qarşı tərəfdə ailə qurulacaq şəxsin edilməlidir. Çünki irəli müddətdə hər mövzudan bir xırda əksiklik çıxdığı təqdirdə qarşı tərəfdə soyuma prinsipi yaranır və nəticədə səndən zəhləm edir, səni nifrət edir, hətta sən vecsiz insansan kimi bu dərəcədə yaranır. O dərəcədə bəzi münasibətlərin qırılma fazası olur ki, qarşı tərəfə sən düşüksən, bambılısan, sən şərəfsizsənə qədər çox qeyri-etik ifadələr işlənir və nəticədə münasibət olur pis vəziyyətdə. Təbii ki, bu münasibətdən sonra bir məsələ var, deyir, geri dönüş yoxdur. Artıq sən pis vəziyyətdəsən, sən bitmisən kimisindən. Bu da nədən qaynaqlanır? Çünki ediləcək o qədər mənfi sözlərdən sonra müsbət sözə təbii ki, qalmayıb. Bu qədər. Çalışın hər zaman şəxsi münasibətlə qurulan zaman ilk başda təməl olaraq əksər söhbətləri etməyə bacarmırsınızsa, siz pis vəziyyətdə qalacaqsınız. Seanslarımız əyani və onlayn şəkildə qoşulmaq istəyənlər şəxsi mesaj yönəltsin və məlumat verə bilərlər.